وهو خير ناصر ومعين. الصلاة والسلام على سيدنا ونبينا حبيب قلوبنا أبي الزهراء القاسم. Aziz ustadlarımız fazlasıyla bize de söz verdiler, tabi size bu şeyin karşısında payımız olsun. Çünkü onların bizim üzerimizde kan hakları var. Bir kesin eğer bu anda hakkı olarsa, mesela eğer bir kesin o manat borcu olarsa, səhər o manatın ne girmez qaytarmalı. Əsas qaytarmaq Allah bilir. Ama şeylerin bizim üzerimizde kan hakları vardır. Ve bu hak bizim kolumuzda kalıp onlar gidirler, aptalın tercihına. Biz bu hakkı insanla kompensasiya edebiliriz, doldura bilmeliyiz. Bizim bu meclisdə söhbətlərimiz, burada danışıqlar, kəlamlar, söhbətlər, rozalar, mərsiyələr, fatihələr əsl həqiqətə qalanda düz şeylərə bağlı xeyli qıramı itirdir. Niyə? Çünki Allah özündən qorur ki, əyyən onlar mənim özləridir. Muizə rozudur, Quran-ı Kərimə ayələr rozudur, fatihələr, zikirlər rozudur. Allah qorur ki, əyyən onlar mənim özləridir. Ama bizim bu məclisdə iştirak etməyimizin səbəbi budur ki, çünki şəhidlər, şamlar gərəkli dövlət rəhmətlə fərmanı olmalı. Ki, onun ocağına yığışırıq, bildirir ki, şəhid sənin qan haqqı var bizim boynumuzda. Biz bunu heç nəylə əda ilə bilmirik. Saat olaraq biz danımızı bir qədər sızırtsın, gülüşmədən ötürü çalışmalarımızda iştirak edək. Nəsə deməyə çalışır. Amma həqiqətdən onlar Allah yanında özlərində. Yəni, çox istərdən danışır. 5 dəqiqə danışsın, 5 dəqiqə məclisində bu payman üçün gözəl olar. Həlit Əmir Əl-Muhammed Əleyhisselamın bir kəlamı var. Məsullaha buyurur ki, qədərə rəcul əla qədəri himməti. Bir kişinin